2023 ildə verdiğim bütün vədlər yerinə yetirildi. Bütün əldə edilmiş nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır. Onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığı. Bəli, cənab prezident, çox sağ olun, sizə çox minnətdarıq. Başımızı uca elədiniz. Xaricdə heç olmazsa biraz başı belə uca gəzə bilirik. Amma ki, daxilə baxanda çox üzülürük. Həddindən artıq üzülürük. Bayaqları baxıram, hər ehtiyac çünki görüm ki, kimlər kimlərin qohumlarıdır, nəticələridir. Mən elə görürəm ki, o Milli Məclis deputatlarından 100 neçə deputatdır. Bir də ki, bütün məmurlar hamısı bir-biri ilə qohumdur. Mən başa düşə bilmirəm, bunlar vəzifəyə gələndə and içiblər ki, başqa bir kimsəni vəzifəyə götürməyəcəklər. Orada elə bir adam yoxdur. Özdə ki, mənə çox maraqlı gəlir. Tutulanlar tutulur. Onların əmlakları niyə konfiskasiya olunmur? Mən baxıram, hər birinin milyardlarla pulları var. Elə onlar konfiskasiya olunsa, elə bütün elə o deputatlar qarışıq. Bütün cəmaatımız bəy balası kimi dolanır, cənab prezident. Azərbaycanda iş yerləri yoxdur. Çünki niyə? Fabrik yoxdur, zavod yoxdur. Vəzifələr var, məmurlar var. Onların da hamısının 7-8 dənə vəzifəsi var. O məmurların hərəsinə bircə dənə vəzifə vermiş olsunuz, 1000 dənə yer boşalar ən azından. Bu cür idarə etmək olmaz axı dövləti. Mən sizi başa düşürəm, sizin başınız qaçışıb bütün işləri həll eləməyə, xariclə əlaqədar. Mehriban xanım, siz neyinirsiniz? Axı siz İlham Əliyevin köməkçisisiniz, vitse-prezidentsiniz. Heç olmasa daxili siyasəti siz öz əlinizə götürün. Belə olmaz axı, 2 dənə, 3 dənə maşinnika etibar edib insanların həyatını qaraldırlar. Bu qədər də olmaz, həqiqətən olmaz. Bayaqları bir dənə qadının evinin videosunu göndərdi mənə ki, hansı şəraitdə yaşayır, mənim ürəyimin başı açıldı. İt etdiyi ilə bağışlasın o xanım, qurban olum, Allah keçsin taxsırımızdan. Elə bir yerdə yaşamaz, bizim millət elə yerlərdə yaşayır. O birlə deyir, toxun acdan xəbəri olmaz. Ay toxlar, heç olmasa acların qarnını doydurun ki, o biri dünyaya rahat gedə biləsiniz. Sizin hamınız bu dünyada cəhənnəmi bezbilet alıb gedəcəksiniz ora. Bu insanlar yazıqdır, insanlara yazığınız gəlsin sizin. Bunlar cəmaatın qanını içir, təzdən onları nazir qoyursunuz. Belə baxanda onda hansı etibardan gedir, hansı inamla gedə bilər söhbət. Mən şəxsən özüm ömür boyu istəmişəm ki, sizə inanım. Amma ki, həmişə də xəyal qırıqlığına uğramışam. Niyə? Nədən örtəri? Mən başa düşə bilmirəm, o şərəfsizlər bizlərdən artıqdılar. Nə yazıq ki, bizim uşaqlarımız elə bir sizin uşaqlarınız kimi şanslı yerdə doğulmadılar. Biz də istəyərdik ki, uşaqlarımızı günahlayaq. O balaları xaricdə oturub Porschelərdə, 1000 dənə maşınlarda gəzən, əllərində neçə milyonluq saat taxan o şərəfsizlər ki var, bizim uşaqların atılan dırnağı ola bilməzlər. Bizim uşaqlarımız kimi vətəni sevə bilməzdilər. Onların heç biri şəhid olmadı, şəhid olan bizimkilər oldu. Cənab prezident, ömür boyu sizə yaltaqlanıblar da, indi heç olmasa yaltaqlara fikir vermiyor. Axı sizin dalınızda xalq dayanıb, sizin dalınızda yaltaqlar dayanmayıb. Siz yaltaqların dalında dayanmışsınız, onlar sizin yox. Ona görə xahiş edirəm, bir dənə yaxşı-yaxşı fikirləşin. Bu millətə yalnız siz kömək eləyə bilərsiniz. Bu milləti pis günə qoyublar, acınacaqlı vəziyyətdir. Təhsil pis gündə, səhiyyə pis gündə, mədəniyyət pis gündə. Nə bilim, vallahi hər şey pis gündədir. Mənə də yandıran odur ki, siz görə ki, bunlardan şikayətlər olunur. Siz onları tezdən vəzifəyə qoyursunuz. Adları korrupsiyada hallanan şərəfsizlər yenə vəzifədədirlər.